Həftəlik bürcülər 3 avqustdan 10 avqusta doğru od ünsürlər, qoç, şirox atan ünsürlərini nələr gözləyir, bürcülərini nələr gözləyir. Birinci qoçlardan başlayaq. Qoçlar niyə bu qədər gizlənirsiniz? Birinci onu araşdırmaq lazımdır. Elə bilirsiniz necə hər şeydən gizlənirsiniz. Hər şeyə qarşı şübhəniz var. Emosionallığınız, hər şeyə zaman çərçivəsində doğru tələskənliyiniz, belə deyim, elə bir hər şeyi üst-üstə yığmısınız, birdən çöküş yaşaya bilərsiniz. Bu həftə bütün problemləri üst-üstə yığacağınız və o gücü yoxdur sizdə, yəni bütün işlərinizi sağlam formada aparacağınız, beyniniz qarışıqdır, güvənsizliyiniz var, hər şey istəyirsə ədalətli şəkildə apara bilməyəcəksiniz, içinizdə elə bir fırtına var, sakit deyilsiniz. Pul olaraq, maddiyyat olaraq bəzi şanslarınız var həftənin sonlarına doğru, bəli, günəş öz enerjisi olaraq sizi qabağa çəkəcək, sürətinizi, pul, maddiyyat şanslarınızı aktivləşdirə bilər. Amma sizin bu yüklənmələriniz, sizin bu, belə deyim, özünüzə qarşı inamsızlığınız, ətrafınıza qarşı güvənsizlik, bunlar heç biri sizin beyin olaraq, psixoloji olaraq, mənəvi olaraq tarazlığınızı əldə edəcəyinizə icazə verməyəcək. Bacardığınız qədər ruhsal olaraq psixologiyavızı düzəldin. Torpaqla, dənizlə, su ilə öz təmizliyinizi, öz enerjinizi sabitləməyə çalışın. Çünki beyin və bədən eyni tarazlıqda deyil. Bu da sizin sağlamlıq olaraq hansısa bir məqamda qırılmağınıza səbəb ola bilər. Bunu düzəltməlisiniz. Enerjiləriniz həftənin sonuna doğru bərpa edə biləcək qüvvədəsiz, maddisal şanslarınız da, xəbərləriniz də qoçlar həftənin sonlarında düzəldə bilərsiniz. Özünüzü tam dəngələməlisiniz. Yeni başlanğıclar edə bilərsiniz. Öz emosionallığınızı, stabilliyinizi düzəldə bilirsiniz. Övladlarınızla, belə deyim, az yaşlı insanlarla əlaqədar enerjilərinizi düzəldin. Çünki onlar elə bir daha çox sizinlə əlaqədar, belə deyim də, nə isə diqqət övladlarınızdır, bacı qardaşınız kimsə, onlara daha çox diqqət nəvazi çağırmağa çalışın. Ümumi dəyərləndirsə 72%-ə qədər uğurludur, amma bu beynin sağlam şəkildə düşüncəsi deyil. Şirlərə gələndə isə şirlər bu həftə daha çox, belə deyim də, ailə şəxsi həyatla, münasibətlə bağlı həftədir. Bəli, ruzu qazanacaqsınız, o cəhətdən problem yoxdur. Bu həftə elə bir xəbər alacaqsınız ki, sınacaqsınız. Bu şəxsiyyətlə, valideynlərinizlə, həyat yoldaşınızla, sevgi ilə əlaqədar ola bilər. Çünki bu həftə kəskin olacaqsınız, insanlara əsl sifətinizi göstərəcəksiniz, bildirəcəksiniz ki, mən kiməm. Yəni siz bu insanları, şirləri zəif saymayın, şirlər belə deyim də, yıxılsa da çox dözümlü, çox güclü, əqrəblər kimi çox dözümlü insanlardır. Sadəcə fərqləri kinli olmamalardır. Şirlər bu həftənin sonlarına doğru bəzi danışıqlar olacaq ki, sizi incidəcək, sizi sındıracaq, düşündüyünüz hər bir şey yarımçılığa doğru aparacaq, tam gücsüzləşmiş bir vəziyyətdə olacaqsınız. Ətrafınızda hər kəsin sizə qarşı addım və danışıqlarında, belə deyim də, heyrətamizlik vacib olduğunuz bir məqam olacaq. Zaten bu ay sizin ay olduğu üçün pul olaraq, maddiyyat olaraq, təkliflər olaraq, hədiyyəli olaraq aktivləşəcəksiniz. Amma burada bir balaca ehtiyatlı olun, həyatınızda münasibət qurduğunuzda xəyanət, yarımçıqlıq, bəzi yalanların üzrə çıxacağını və hər şeyi doğru şəkildə görmədiyinizi hiss edəcəksiniz. Ümumi dəyərləndirsə, şir bürcüləri 84%-ə qədər uğurlu edə bilərsiniz. Nəyə görə? Pul, maddiyyat şansınız eyni axar üzrə getdiyi üçün özünüzü gücləndirə bilərsiniz. Bu şansınız da aktiv vəziyyətdədir. Amma şəxsiyyət ərzində, şəxsiyyət ümumi olaraq kaşa vəziyyətindədir. Bu həftənin ön uğurlarından biri də ox atanlar sizlərsiniz. Bu həftə hər şeydən uzaqlaşmağa qulağımı, düşüncələrimi, beynimi bağlayıram. Amma özümü zaman çərçivəsində doğru düzəltməyə çalışacağım. Pul, maddiyyat şanslarınız çoxdur. Çox ehtiyatlı olun. Bu həftə sizə qarşı ox atanlar tələ var. Və bu tələ, belə deyim də, ən çox da pul maddiyyatınızın üzərindədir ki, gözləmədiyiniz bir məqamda ən çox da ayın 7-sindən sonra sizə udarlar, sizə tələlər hazırlaya bilərlər ki, düşündüyünüz planlar, düşündüyünüz fikirlər həyata keçə bilər. Yəni, ola bilər ki, gözlədiyiniz insanları, çünki zaten bunları siz zaman olaraq gözləyirsiniz. Bu həftə bacarırsınızsa şəhərinizi, rayonunuzu, mühitinizi ox atanlar bir müddət dəyişin. Enerjinizi bərpa eləməyə çalışın. Çox ağıllı olacaqsınız, çox güclü olacaqsınız. Ox atan qadınları bədən olaraq, hamiləlik olaraq, sağlamlıq olaraq, enerji olaraq özünüzü tam tamamlaya biləcək vəziyyətdəsiniz. Həftənin sonlarına doğru udarınız var. Bu udarın qabağını ala bilsəz, özünüzü tam gücləndirmiş bir vəziyyətdə olacaqsınız. Çünki ruzu enerjiniz tam aktiv vəziyyətdədir. Amma xatanlar mənim xoşuma gəlməyən qulaq, baş arxası və çənəyə doğru narahatçılıqlarınız ola bilər. Bunlara ciddi şəkildə fikir verin.